Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugün sizə güclü qadın mifindən, xurafatından danışacağım. O ki, qadınlar var, məsələn, xüsusi klublar yaradırlar və yaxud da təşviq edirlər ki, sizin kişilərə ehtiyacınız yoxdur, özünüz öz ayaqlarınız üzərində dayana bilərsiniz, elə eləyə bilərsiniz, belə eləyə bilərsiniz, güclü hətta iş adamları olurlar. Bilirsiniz, məsələ burasındadır ki, gecə saat 10-dan və yaxud da 11-dən sonra elə ki, tək öz yataqlarına onlar uzanırlar, göz yaşlarına boğulurlar və bəziləri də hətta antidepressant qəbul edir, psixotrop dərmanlar qəbul edir. Özləri ilə baş-başa qaldıqları andan etibarən qətiyyən güclü deyirlər. Bunu yadda saxlayın ki, ən güclü, iradəli, bacarıqlı, qabiliyyətli qadın belə ən güclü kişinin himayəsi altına girmək istəyər. Qadınlar, bunu unutmayın ki, yalnız və yalnız münasibətlərdə güclənir. Yəni, bir güclü qadının da hər zaman güclü kişiyə ehtiyacı var. Başa düşürsünüzmü? Yəni, mən güclü qadınam və yaxud da mən, nə bilim, küllərimdən yenidən doğmuş biriyəm. Yəni, bu bir mifdir. Qadın qadın kimi olmalıdır. Kişi də kişi kimi olmalıdır. İndi istisnai durumlar varmı? Yəni, bu təbiətdə biz bilirik ki, istisnai hallar da var. Bəlkə də milyardda bir, bəlkə də 100 milyardda bir belə qadın var ki, həm özü ilə təkbətək qalanda özünü əla hiss edir, həm də hər kəsin yanında özünü əla hiss edir və onun heç bir kişiyə ehtiyacı yoxdur. Yəni, bu nadir halda olan şeylərdir. Yəni, biz onu yaxşı bilirik ki, bu dünyada hər şey nisbidir. Yəni, psixologiya 100%li deyildir. Ona görə heç kim bu videonun altında yazıb da belə bir söz deməsin ki, yox, hər qadın elə deyil, güclüləri də var. Amma həqiqi güclü qadın dediyim bir şey gərək psixopatik, sosiopatik xüsusiyyətə malik olmalıdır ki, hansı ki onlarda insan emosiyaları, insanlığa cavab verən emosiyaları yoxdur. Yəni, xüsusi antisosial şəxsiyyət pozuntusuna sahib olmalıdır ki, o həm özü ilə, həm də başqaları ilə özünü əla hiss eləsin, heç bir təklik hissi onda olmasın. Yəni, normal halda belə bir şey bir xanımda mümkün deyildir. Diqqətinizə görə minnətdaram. Sağ olun.